Elm və Təhsil Naziri belə bir fikir bildirdi ki, şagird sayı az olan məktəblərdə növbəti tədris ilindən, yəni bu ilin sentyabr ayından etibarən distant təhsilə keçirilməsi pilot layihə olaraq planlaşdırılır. Ölkə elminin və təhsilinin siyasətini müəyyən edən bir qurum rəhbərinin bu açıqlamanı verməsi çox ciddi müzakirələrə, fikirlərə səbəb oldu və yəqin ki, bu qərarın arxasında bir SWOT təhlil dayanır. Buna görə də biz istəyirik ki, sizin o təhlillərlə tanış olaq ki, bu qərarı almağınıza səbəb olan təhsillər, risklər, səbəblər, güclü və zəif tərəflər nə idi? Buyurun, söz sizdədir. Çox sağ olun. Bizim həmişə Elm və Təhsil Nazirliyi olaraq verdiyimiz ismarışların hamısının əsasında bir fikir durur ki, təhsil sistemi şagirdin mənafiyi üçündür, şagirdin daha dərindən, daha yaxşı öyrənməsi üçündür. Və sinif şagird komplekti az olan məktəblərdə keyfiyyətin aşağı olması bir neçə rakursdan öyrənilibdir. Bu həm sosial-iqtisadi göstəricidirsə, digər tərəfdən müəllim keyfiyyətidir. Bizdə şagird sayı az olan məktəblərdə bir çox hallarda xeyli fəndən müəllimlərimiz çatışmır və 2 il, 3 il dalbadal şagirdlər hər hansı bir fənni öyrənə bilmirlər. Bu doğrudan da ciddi bir siqnaldır. Təhsilin keyfiyyəti aşağı düşür. Əlbəttə. Təsəvvür eləyin ki, bütöv bir sinif kimya dərsini öyrənə bilmir, çünki bölgədə kimya müəllimi yoxdur. Bölgə deyəndə həmin məktəbdə nəzərdə tutulur. Bunun da özünün səbəbləri var, çünki şagird sayı az olan məktəblərdə dərs saatı az olur və müəllimin maaşı, müəllimin işi dərs saatları əsasında formalaşır. Bütün bu məsələlər uzun müddət müzakirə olunubdur ki, necə eləyə bilərik ki, kadr təminatını yaxşılaşdıraq, gəncləri necə həvəsləndirək ki, az komplektli məktəblərdə işləməyə getsinlər. Və bugün texnologiyanın verdiyi imkanlar bizə bu fikrə gətirdi ki, ilk vaxtlar hibrid formada, yəni hansı fəndən müəllim yoxdursa, o fənni şagirdlər rayon mərkəzində yerləşən bir məktəbə bağlanırlar, internet bağlantısı vasitəsilə və həmin rayonun ən yaxşı müəllimi, həm sertifikasiya balı yüksək olan, həm metodiki bilikləri və öyrətmə səriştəsi güclü olan müəllim o uşaqlara distant dərs deyir. Bu təcrübə bir çox ölkələrdə var. Elə postsovet məkanından olan bir neçə ölkəni misal çəkim. Qazaxıstanda, Rusiyada, Gürcüstanda, Ukraynada orta təhsil səviyyəsində distant təhsil tətbiq olunur və bu bir imkandır. Biz buna, düzdür, hamımız üçün komfort zonasından çıxış deməkdir. Bu tamam başqa bir reallıqdır. Bunun da özünün problemləri olacaq, amma fikirləşirik ki və buna əminik ki, bu yanaşma daha az problem yaradacaq. Böyük bir problemi həll edəcək. Neçə məktəbdə şamil olunacaq və məktəblər tamamən ləğv olunacaqmı? Yox, söhbət məktəblərin ləğv olunmasından getmir heç də bütün hallarda. Bayaq dediyim kimi, çatmayan fən dərsləri distant tədris oluna bilər. Tutaq ki, riyaziyyat müəllimi varsa, riyaziyyat müəllimi riyaziyyat dərsi ənənəvi qaydada keçirilir, amma biologiya dərsinə şagirdlər qoşulurlar. Biz mərkəz məktəb dediyimiz mərkəzdə müəllimlər qoşulurlar və o dərsi aparırlar. Həmin mərkəz məktəbində xüsusi texniki şərait yaradılmalıdır. Xüsusi otaq ayrılmalıdır müəllim üçün. Həmin otağın akustik təminatı olmalıdır ki, səs keyfiyyəti, görüntü, hər şey yerində olsun. Və şagirdlər də hər biri kompüterlə təmin olunur ki, oturduqları məktəbdən birbaşa qoşula bilsinlər dərslərə. Biz bunu test də eləmişik bir neçə məktəbdə. Bu qərarı açıqlayanda hibrid təhsil modelinə keçiriləcəyini deməmişdi. O deyirdi ki, elə məktəblər var ki, orada 3-4 nəfərlik siniflər var. Və bu da həm də çox ciddi maddi tərəflərini açıqlamışdı ki, bir şagirdin təhsili çox baha başa gəlir o zaman dövlət üçün. Bu artıq sinifin ləğv olunması deməkdir. Situasiyalar çox fərqlidir. Mən hibrid deyəndə o halda nəzərdə tuturam ki, məktəbdə hər hansı fən müəllimi çatışmadıqda orada hibrid olacaq. O hallara toxunaq ki, o hallar ki, tamamən burada məktəb fəaliyyətini dayandıracaq və o şagirdlər distant təhsilə cəlb ediləcəklər. Gəlin o məktəblərə baxaq. Bu məktəblərin sayı nə qədərdir?
Bu məktəblərin sayı dəyişir. Bu şagird yer dəyişməsi deyilən bir məfhum var. Ölkə daxili miqrasiyanın vektorlarından asılı olaraq şagirdlər də valideynləri ilə bir yerdə köç eləyirlər. İndi Qarabağa köç vaxtında orada bizdə məktəblər genişlənir, böyüyür. Məsələn, Xankəndi məktəbi bizə artıq dar gəlir demək mümkündür. Çünki kifayət qədər çox uşaq oxuyur orada. Digər məktəblər isə boşalır, belə bir tendensiya gedir. Məktəblərin sayı kifayət qədərdir. Rəqəm açıqlaya bilərikmi Vəfa xanım? Mən dəqiq rəqəmini də sizə deyə bilməyəcəm. 2 rəqəmlidir, 3 rəqəmlidir, nə 3 qədərdir? rəqəmli məktəblərdir bu. 3 rəqəmli sayıdır. Yəni 100-dən çox məktəbdə Bəli, 100-dən çox belə məktəbdə problem var şagird ki, sayımız azdır, bəli. onlarda tamamən distant təhsilə keçiriləcək, yoxsa hibrid model üstünlük veriləcək? Bu əlbəttə ki, mərhələli şəkildə olacaq. Biz hələ ki bir neçə ay ərzində bu məsələni Lənkəran-Astara regionundakı bir neçə məktəbdə test eləmişik ki, baxaq necə göstərir özünü və nəticələr qənaətbəxşdir. Yəni artıq başlanılıb bu prosesə? Test mərhələsində deyək ki, pilot kimi, hətta pilotun da pilotu kimi desək yaxşı olar ki. Konkret olaraq hansı işlər görülüb? Gəlin onu sadalayaq. Konkret olaraq hansı dərslər distant təhsilə keçirilib? Əlbəttə ki, bu yuxarı siniflərdəki fənlərdir. Biologiya, kimya, tarix, hansı fəndən müəllimimiz çatmırsa, onlar mərkəz məktəb adlandırdığımız məktəbdə yerləşən müəllimlər, bayaq dediyim kimi, ən bacarıqlı müəllimlərin köməyi ilə o dərslərə qoşulurlar uşaqlar və siniflər yaradılır. Tutaq ki, bir sinifdə, o siniflərdə də şagird sayı çox olmur. Hər kənddən tutaq ki, bir kənddən 2 uşaq, o birisindən 1 uşaq yığılırlar bir yerə, olur 7 L sinifi və o 7 L sinifində 7-8 şagird birləşib. Və müəllim də onlarla distant dərs aparır. Amma o şagirdlər eyni zamanda da məktəbin şagirdi olaraq qalırlar, məktəbə gedib gəlirlər, məktəb icması qüvvədədir artıq. Və bəli, sadəcə orada işçilərin sayı azdır. Orada mütləq uşaq birliyi təşkilatının rəhbəri olur və o uşaqları təşkil eləyir ki, gəlsinlər məktəbdə yerləşsinlər, dərslərə qoşulsunlar. Yəni burada işsiz qalan müəllimlər var? Həmin məktəblərdə əlbəttə ki, işləyən müəllimlər digər məktəblərə yönəldilirlər, yer dəyişmə edilirlər.